Ümumdünya Səhiyyə Təşkilatı Baş Direktorunun yeni pandemiya xəbərdarlığı gündəm olub. Onun sözlərinə görə, yeni pandemiya 20 il və daha çox müddətdə ya da elə sabahda ola bilər. Amma bu baş verəcək və bütün hallarda hazır olmalıyıq. Bəs bunun Azərbaycanda olması nə dərəcədə realdır və ölkə olaraq buna hazırıqmı? Bizi yeni pandemiyalar gözləyir. Bəli, yeni pandemiyalar gözləyir. Bu nə vaxt olar? 1 və 2 və 5 və 10 və bu tam bəlli deyil. Amma bunun olacağı 100% bəllidir ki, yeni pandemiyalar bizi gözləyir. Çünki virusların ciddi şəkildə mutasiyaya uğraması, yeni xarakterlər qazanması, eyni zamanda ekologiyada baş vermiş dəyişkənliklər, bunlar hamısı əslində yeni pandemiyalara qapı açır və gələcəkdə də bizi yeni bir pandemiyalar istər-istəməz gözləyir. Xəbərdarlıqda konkret hansısa virusun adı çəkilməsə də, Zakir Quliyev ehtimal olunan virusları sadaladı. Ehtimal olunan odur ki, bu qripin yeni bir pandemiyası ola bilər. Çünki qrip virusu çox ciddi şəkildə mutasiyaya uğrayan və xarakter dəyişdirən virusdur ki, hətta hər il biz qrip vaksin dediyimiz influenza əleyhinə vaksin vurulur ki, bunda hər il vurulma səbəbi odur ki, qrip vaksini qrip virusu, influenza virusu ciddi mutasiyaya uğrayıb dəyişkənlik göstərə bilir. Ona görə də ehtimal olunan odur ki, yeni bir qrip pandemiyası ilərləyən vaxtlarda gələcəkdə bizi gözləyə bilər.